Her birinizi hoş gördük. Bugün size evlenme ritualı vereceğim əzizlərim. İlk önce olarak bilməyiniz lazımdır ki bu ritual çok qədim bir ritualdır. Bizim nəsillərimizin adına olacak güçlü bir ritualdır əzizlərim. Bu ritualda tələb olunacaq ilk önce olarak 14 ədəd sağ tərəf ana üçün şamlar, 14 ədəd sol tərəf ata üçün şamlar qoyacaqsınız. Masanın üzərində 14 ədəd şam, sağdan 14 ədəd şam isə soldan olacaq. İlk öncə olaraq ağ vərəqdə öz adını, niyyətini evlənmək, ailə həyatı qurmaqla bağlı yazacaqsan, doğum tarixini, gün, ay və ili və ondan sonra onu dəfnə yarpağını büküb qoyacaqsan, bir kitabın arasına unudacaqsan və həmin gün masada 14 şam sağda və 14 şam solda qoyacaqsan və hər bir şamı yandırarkən Ayət-i Kürsünü oxuyacaqsan bu duanı. Birinci şam, birinci cərgə sağdan və soldan eyni anda yandırılacaqdır. Anan və atanın nəsilləri üçün Ayət-i Kürsü oxunulacaq. Sonra yenə ikinci cərgədəki şam yandırılacaqdır və Ayət-i Kürsü oxunulacaqdır ikinci qol nəsil üçün. Sonra 3'ü, 4'ü, 5, 14'e qədər bu şəkildə eləyəcəksiniz əzizlərim. Və bu dua məhz artıq 14-cü şamla yandıqdan sonra sadəcə olaraq özünüz sonda da Ayət-i Kürsünü oxuyacaqsınız və bu ritual bitmiş sayılır. Bunu məhz ailə qurmaq üçün, həyatınızda yeni partnyorun gəlməsi üçün olacaq xüsusi bir ritualdır əzizlərim. Qədim ritualdır və qədim bir gücə sahibdir. Bunu mən özüm həyatımda nə qədər etmişəm və denəmişəm. Ailə həyatı qurduqda ilk olaraq və digər klientlərimin həyatında bunu görmüşəm dəfələrlə. Ona görə mütləq bu ritualı yerinə yetiririk. Bu ritualı bir gün, 2 gün və ya 3 gün ard-arda eləyə bilərsiniz əzizlərim. Öpürəm hər birinizi, xeyir qalın.